bütün xəstəliklər bağırsaqlarda başlayır və insanın bağırsaqları xəstədirsə, bədəni geri qalan hissəsi də xəstədir. Bəs burada gördüm, ürəyim istədi, yedim, sonra peşman oldum. Qısa müddətli həzzə ehtiyacınız var. Bizim xəstəlik adlandırdığımız əslində ruhumuzun bədənə verdiyi əziyyətdir. Darıxdıq, yeyirik, küsdük, yeyirik, əsəbləşdik, yeyirik, sevindik, yeyirik. Mən ömür boyu dərman içəcəm. Yaxşı, həyatında sən nəyi dəyişdin ki? Sehiriniz yoxdurmu? Belə sehir qoyursunuz o Kəşke düzəlir. olaydı. Nə yeməyimiz təbii ki vacibdir, amma kiminlə yediyimiz də daha vacibdir. Orqanizm özünü çox gözəl detoks etmə bacarığı var, amma biz ona da müdaxilə eləmişik. Tankın üstünə, tankdan yağın üstünə yağla getmək lazımdır. Yatağa gedəndə telefonla getdisə, o yuxunun aqibəti, yəni bitdi. İşıqforda dayanırıq, yaşıl yanmamış arxadan siqnal verir də. Bu insanlar yəni beyin çürüməsi yaşayırlar. Xəstəliklərə də dəvətnamə göndərən məhz bel çevrəmizin yüksək olmasıdır.